Azərbaycanda məsuliyyətli mövqe nümunələri, elektron manok, saxta səs cihazları, elektrik cərəyanı və sintetik torlara qarşı mübarizə. Elektron manoklar, elektron səs cihazları və MP3 playerlər vasitəsilə quş ovlamaq, elektrik cərəyanı ilə balıq ovlamaq, təbiəti aldatmaq və məhv etməkdir. Bu, nə ovçuluqdur, nə də ənənə. Bu, həm də quşları, balıqları məhv edib gələcək nəsillərin haqqına girməkdir. Təbiəti aldadaraq yox etmək, utandırıcı və vicdana sığmayan bir davranışdır. Bu vəhşiliyə qarşı dünyanın bir çox ölkəsində məsuliyyətli ovçular və ictimai təşkilatlar mübarizə aparır. Azərbaycanda da vicdanlı ovçular və balıqçılar bu cəhdlərə qarşı çıxaraq, təbiətin qorunmasını özlərinə borc bilirlər. Azərbaycanda məsuliyyətli ovçular və balıqçılar var. Onlardan ən tanınmışları Mehman Ağayev, elektron manok və digər saxta üsullara qarşı çıxaraq ovçular arasında maarifləndirmə aparır. Onları ədəbli və qanuni ovçuluğa çağırır. Zaur İsmailov, elektrik cərəyanı ilə balıq ovuna qarşı mübarizə aparmaqla yanaşı, sintetik torlardan istifadəyə qarşı da çıxır və su hövzələrinin gələcəyini qorumağa çalışır. Onların mövqeyi göstərir ki, məsuliyyətli ovçu və balıqçı təbiəti qıran deyil, qoruyan insandır. Bizim borcumuz, təbiəti aldatma, texnika ilə məhv etmə. Qanunu və etik qaydaları pozanlara qarşı çıx. Təbiəti qoru, gələcəyi qoru. Əsl ovçuluq və balıqçılıq, təcrübə, səbr və təbiətə hörmətdir. Unutma, əsl ovçu və balıqçı təbiəti qıran yox, qoruyandır.